Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün göbələkli tava kotleti hazırlayacağım. Sizlər də belə ləzzətli tava kotleti hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. 2 baş soğanı xırda şəkildə doğrayıb tavanın içərisinə tökürəm. Üzərinə 4-5 xörək qaşığı kərə yağı, əlbəttə ki, əridilmiş halda yarım çay qaşığı duz əlavə edib tavanın qapağını örtüb odun üzərinə qoyuram. 1 kilo ət götürürəm, yarım kilosu mal ətidir, yarım kilosu qoyun əti. Ət çəkən maşından keçirirəm, üzərinə 2 baş soğanı da ət maşından keçirib tökürəm. Daha sonra yumru düyünü, 2 xörək qaşığı yumru düyünü yuyub əlavə edirəm. 1 çay qaşığı duz, yarım çay qaşığı istiot, azacıq da sarı kök əlavə edib, ədviyyatlar qarışana qədər yaxşı qarışdırıram. Ətdən əlimiz tutan qədər, yəni ovcumuzun içi tutan qədər ət götürürük. Əlimizdə bu şəkildə şəkil veririk. Yəni belə fırlatdıqca özü lülə şəklində alınır. Əti çırpıb heç vaxt kiftə şəklində hazırlayıb o şəkildə əti çırpıb hazırlamaq olmaz. Onda sizin hazırladığınız lülələr, yəni belə kotletlər bərk olar. Ona görə də elə bu şəkildə əlinizdə fırladaraq belə bir şəkil veririk. Artıq lülələri də hazırladım, hazırdır. İndi isə göbələyi yuyub təmizlədiyim göbələyi 2-yə bölürəm. Əlbəttə ki, soğanı unutmuram. Soğanı çox qızartmaq lazım deyil. Soğan rəngini dəyişəndən sonra üzərinə 1 stəkan yarım, 2 stəkan su tökmək lazımdır. Kənarda tavada su qaynadıram. Qaynayan suyun içərisinə hazırladığım bu lülələri qaynayan suyun içərisinə salıram. Niyə edirəm? Çünki mən burada bu qaynayan suda ətin kəfini alıb daha sonra yeməyimizi hazırlayacağam. Belə etdikdə bizim hazırladığımız ətimizin həm dadı gözəl olacaqdır, həm də ləzzəti əla alınacaqdır. Mən qaynatmıram burada. Gördüyünüz kimi sadəcə rəngi dəyişən kimi, yəni kəfi çıxan kimi buradan götürürəm. Bilirəm ki, yenə mənə irad tutacaqsınız ki, bəs siz burada ətin dadı tamı getmədi. Yenə də qeyd edirəm, heç vaxt kəf çıxana qədər ətin nə dadı çıxmır, nə də ləzzəti. Əksinə, ətin içərisində qalan qan hamısı kəf olaraq suya qarışır. Qalan lülələr də eyni şəkildə həmin suda qaynadıram. Yəni qaynadıram deyəndə kəfi çıxana qədər kəfini burada alıram. Sonra hazırladığım tavanın içərisinə, yəni yağ soğanın üzərinə yığıram. Baxın, kəfini aldığıma görə ətin rəngi də, yeməyimizin suyu da çox gözəl görünür. Kənarda yenidən tavada su qoyub qaynadıram. Üzərinə doğradığım göbələkləri əlavə edirəm. Göbələkləri bir buğum qaynadıram. Artıq lülələrimiz qaynayıb, yağa düşür. Duzunu da əlavə edirəm. Duzunu da əlavə etdikdən sonra biraz qarışdırıram. Yenidən yağa düşənə qədər gözləyirəm. Mən buna göbələk əlavə elədiyimə görə bugün pomidor əlavə etmirəm. Çünki bu göbələkli tava kotleti olacaqdır. Göbələklər də qaynayıb hazırdır. Göbələkləri sudan çıxardıram. Bəzən eşidirik ki, deyirlər göbələyi yumaq lazım deyil, sadəcə qabığını soyub bişirmək lazımdır. Mən bunun əleyhinəyəm, çünki göbələk qumda bitdiyi üçün çox qumlu olur. Ona görə də göbələkləri yuyuram və bir dəfə də qaynadıb belə suyunu alıram. Hazır olmuş göbələyi tavanın içərisinə yağ əlavə edirəm. 3-4 xörək qaşığı göbələyi tökürəm bu kərə yağının içərisinə. Göbələklər burada qızarını qızartmıram, daha doğrusu gözəl şəkildə qovururam, qarışdırıram tez-tez. Qapağını da örtüb, duzunu da əlavə etmirəm ki, sulanmasın.
Ət də yağa düşübdü. Yağda biraz qovrulub hazırdır. Kənarda qovurduğum göbələyi tökürəm ətin üzərinə. Göbələyi də əlavə etdikdən sonra qarışdırıram. Tavanın qapağını örtürəm və 10-15 dəqiqə göbələklə ət bir yerdə bişir. Bu da sonda çox ləzzətli, çox gözəl göbələkli tava kotletimiz hazırdır. Sizlər də hazırlayın, dadın və gözəl yorumlarınızı bildirməyi də unutmayın. İndidən hazırlayıb dadan hər kəsə nuş olsun deyirəm. Bir məsləhət də verim, arzu edən göbələyi ətin içərisinə qatmaya bilər. Kənarda göbələyə qaymaq əlavə edib qarışdırıb kotletin yanında servis edə bilər.